Hər birimiz bildiyimiz kimi bütün insanlar və hər birimiz xoşbəxtlik, rahatlıq, aramlıq axtarırıq. Ümumiyyətlə elə bir xeyirlə məşğul olmaq istəyirik ki, o bizim ürəyimizə aramlıq gətirsin. Ümumiyyətlə insanın axtardığı budur. Qəlbi aram olsun, qəlbi rahat olsun, həmişə sevinc içində olsun, insanın sevinci bitməsin, tükənməsin. Və bu məntiqlə insan axtarışa çıxır. Bəzən şeytan bu yolda insanı azdırır və yolundan döndərir. Nəticə etibarilə insanın axtardığı həqiqi sevincə, həqiqi rahatlığa çatmağa imkan vermir. Həzrət Əli əleyhissalamdan soruşurlar ki, yəni xeyir, xoşbəxtlik, sevinc hardadır? Niyə deyirlər o xoşbəxtlik və o rahatlıq, şadlıq? Həzrət Əli əleyhissalam buyurur ki, malı çox yığmaqla, mal dövləti yığmaqla və evlad sayının çoxluğu ilə insan fəxr eləyərsə, insan xoşbəxt ola bilməyəcək. Bir insan fikirləşsin ki, mənim malım çoxdur, mənim əlimdə olan dəyərlər çoxdur və mən xoşbəxtəm və yaxud da bir insan o dövrdə olurdu, Həzrət Əlinin zamanında oğlanlarının, evladlarının sayı ilə fəxr edirdilər. Həzrət Əli əleyhissalam buyurdu ki, Leysəl xayru ən yəksura mələkə və bələdük. Deyir, xeyr o deyir ki, sən malının sayını çoxaldasan və evladının say çoxluğu ilə fəxr eləyəsən. Xeyr odur ki, sənin elmin çox olsun, səni faydalandıracaq elmin çoxalsın. Niyə görə faydalandıracaq elmin çoxalsın və mal dövlət insana niyə görə xoşbəxtlik verə bilmir, rahatlıq verə bilmir, amma elm fayda verə bilir insana? Ona görə ki, çünki mal, dövlət və yaxud da hər hansı bir evlad sayının çoxluğu insandan ayrı bir dəyərdir. İnsan ruhu ilə əlaqəli deyil. O səbəbdən də insan ruhunu aram edə bilmir, insanı xoşbəxt eləyə bilmir. Amma Həzrət Əli əleyhissalam ki, hədisində buyurur, elmivin çoxluğu və eyni zamanda helmivin, səbrivin çoxluğu səni xoşbəxt eləyər. Niyə görə belə buyurur? Çünki insan elmlə məşğul olursa, insan hər hansı bir faydalı elmlə məşğul olursa, insanın ruhu ilə qarışan bir şeydir. Mal, dövlət insanın varlığından ayrıdır, varlığından kənardır. Amma insanın öyrəndikləri faydalı elmlər, insanın səbri insan vücudu ilə həmahənglik təşkil edir, insanın varlığına qarışır. İnsanın varlığına qarışdığı üçün insanın vücudunu inkişaf elətdirir. İnsan özü artır. Diqqət eləsəz, Quran-ı Kərimin ayəsində buyurur ki, şükr eləsəz artıraram sizi. Sizin üçün artıraram. Bəzi alimlər bu ayəni təfsir edirlər, buyururlar ki, Quran-ı Kərim çatdırmaq istəyir ki, əslində sizin üçün artıraram deyil. Ümumiyyətlə, Allah insan üçün dünya malını artırsa da, neymətləri artırsa da, zahiri neymətləri. İnsan yenə xoşbəxt ola bilməyəcək tam olaraq. Lazımdır insan, amma tam olaraq insanı xoşbəxt eləyə bilmir. İnsanın qəlbini aram eləyə bilmir. Çoxaldıqca insanın diqqəti çoxalır. İnsanın həyəcanı çoxalır. İnsanın vaxtının çoxu onlarla məşğul olmağa gedir və nəticə etibarilə insan öz həqiqi kimliyini yaddan çıxarır. O səbəbdən də ayəni belə də təfsir edirlər. Deyirlər ki, Allah demək istəyir ki, özünüzü artıraram. İnsanın özü inkişaf etdikcə, insanın ruhu böyüdükcə, insanın ruhu çiçəkləndikcə insan daha çox inkişaf edir. Həzrət Əli əleyhissalam buyurur ki, mal çoxluğu ilə, evlad sayının çoxluğu ilə fəxr etməkdənsə, siz Allaha doğru düzgün ibadət etməklə fəxr etsiniz, bu daha yaxşıdır. Yəni, siz bu yolda yarışın. Nəinki mal çoxluğunun sayı ilə, siz Allaha etdiyiniz ibadətlə fəxr eləyin və yaxud da yarışın. Baxın, görün, Allaha ibadətiniz var ya yox. Və Həzrət Əli əleyhissalam buyurur ki, xoşbəxtlik budur ki, sən bir yaxşı iş görürsən, sonra bunun üçün Allaha həmd eləyəsən. Fəin əhsəntə hamidəllah. Əgər yaxşı bir iş görsən, Allaha bunun üçün həmd eləyəsən, şükr eləyəsən ki, Allah bu yaxşılıqlarımın, daxili yaxşılıqlarımın, xeyirlərimin sayını çoxalsın. Və in əsəətə istəğfərtəllah. Deyək, bir günah eləsən, səhv eləsən, Allahdan bağışlanmaq diləyəsən ki, sən bağışlandıqca xoşbəxt olursan. İnsanın daxili mexanizmi belədir. Onun daxili yükü götürüldükcə insan xoşbəxt ola bilir. Sonra ardıca buyurur ki, dünyada iki şəxs xoşbəxtdir. Bir şəxs günah eləsə, o günahından sonra o günahını tövbə ilə dəyişsə,
günahının bağışlanmağı üçün Allahdan bağışlanmaq diləsə və eyni zamanda təkcə bu kifayət eləmir, günah həyatını gözəl həyata dəyişsə, bu xoşbəxt adamdır, ürəyi aram olacaq, ruhu sakit olacaq, ruhunda sakitlik, aramlıq hökm sürəcək və xoşbəxt olacaq. Ruhu həyəcanlı olmayacaq. İkinci şəxs kimdir? Və rəculin yusari'u fil xeyrat. İkinci şəxs budur ki, o xeyr işlərə tələsir. İnsanlara yaxşılıq etməkdə, Allah qarşısında məsuliyyətli olmaqda. Quran möminləri tərif edir və bu tərif ifadəsi ilə tərifləyir. Buyurur ki, onlar xeyr işlərə tələsərlər. Çünki o xeyr işdən onun qəlbi aram olur, onun ruhu aram olur və ona görə də xeyr işdə tələsir. İmam Səccad əleyhissalam buyurur ki, İmam Səccadın Əbu Həmzə Sümalı duası var. O duada belə bir cümlə buyurur ki, min əynə liyəl xeyru ya Rəbb. İlahi, mənim xeyrim hardadır? Mən xeyrimi axtarıram. Sonra ardıca buyurur ki, və la yucədu illa min indik. İlahi, mənim sənin yanından başqa heç bir yerdə xeyrim yoxdur. Mənim nə xeyrim varsa səninlədir. Bir nəfər gəldi ariflərdən birinə dedi ki, mənim evim, eşiyim də var, hər şeyim var, mal, mülküm də var. Heç nəyə ehtiyacım yoxdur maddi cəhətdən, amma rahat deyiləm, aram deyiləm. Niyə görə belə olmalıdır? Alimlərdən biri ona cavab verdi ki, o ariflərdən biri. Cavabında dedi ona ki, düzdür, evin, eşiyin var, mal, dövlətin var, hər şeyin var maddi olaraq, amma Allah yoxdur həyatında deyə ona görə aram deyilsən. İnsan həyatında Allah olmayanda insan aram ola bilmir. Böyük ariflərdən misal gətirirlər. Deyirlər ki, Seyyid Əli Qazi çox məşhur bir arifdir. Hər biriniz tanıyırsınız onu. Seyyid Əli Qazi böyük ariflərdən olub. Onun tələbələri Əllamə Təbətəbai və eyni zamanda Seyyid Haşim Həddad buyururlar ki, Seyyid Əli Qazi bəzi vaxtlar evdə çörək tapmağa şəraiti olmurdu. Çörək belə tapmırdı. Bəzi vaxtlar çörəyi olmurdu. Çox kasıb bir həyat yaşayırdı, amma çox xoşbəxt idi. Biz bir gün Seyyid Əli Qazinin evinə getdik, gördük ki, ağlayır. Gördük, şiddətli şəkildə ağlayır. Dedi ki, ustad, nə olub? Niyə belə şiddətli şəkildə ağlayırsan? Cavabında dedi bizə ki, Allah bu qədər neymətlər verib mənə. Bilmirəm, bu neymətlərin qarşısında necə şükür eləyəcəm. O şükrün cavabı, o neymətlərin şükür cavabını verə bilmədiyimə görə ağlayıram ki, görəsən necə olacaq mənim halım. Əllamə Təbətəbai buyurur ki, adi vaxtlarda çox kasıb idi, fəqir idi. Bəzi vaxtlar isə çörək tapmırdı. Bununla belə Allahın ona verdiyi neymətlərdən danışırdı ki, İlahi, mən bu neymətlərin şükrünü necə edəcəm? Mənə bu aramlıq vermirsən, mənə bu gözəlliyi vermirsən. Seyyid Əli Qazi burada hansı neymətlərdən danışırdı? Seyyid Əli Qazi o neymətlər üçün ağlayır ki, Allah anbağın onun ruhuna lütfünü, mərhəmətini bir yağış olaraq yağdırırdı. Onların ləzzətini daddıqca, mənəvi ləzzətləri daddıqca Allaha təşəkkür hissi yaranırdı onda. Həzrət Əli əleyhissalam da ona görə bu hədisdə buyurur ki, əgər Allah bir yaxşı iş görsəz, bilin ki, bu yaxşı xeyli iş Allahdan sizə tərəf gəlib. Ona görə də mütləq şükr edin o xeyli işə görə. Və əgər bir səhv eləsəz, onun bağışlanmağı üçün dua eləyin, bağışlanmağını istəyin Allahdan. Əstəğfirullah, Allah qarşısında bağışlanmaq diləyin. Allah insanı bağışlayandan sonraki insan aram olur, insan rahat olur və əmindir ki, mən rəhmət sığınacağındayam, ona görə xoşbəxt ola bilir. Deməli, xoşbəxtlik, digərlərinə xeyir vermək, digərlərinə yaxşılıq etmək, Allah qarşısında məsuliyyətli yaşamaq və günahlardan tövbə eləmək və eyni zamanda xeyir işlərə tələsməklə baş tuta bilir. Ona görə də bizim həyatımızda əgər biz şad olmaq istəyiriksə, xoşbəxt olmaq istəyiriksə, onda biz digərlərinə xeyir verməyə çalışmalıyıq və hər hansı bir səhvimizdən, xətamızdan Allahdan bağışlanmaq diləməliyik ki, o bağışlasın bizi və daim Allahın nəzəri bizlə olsun. Allah şəhidlərimizi rəhmət eləsin, onların ruhunu şad eləsin. Onların haqqında olan videorolikləri görmüşsünüz, onların can vermə hallarını görmüşsünüz. Çox xoşbəxt idilər, olduqca xoşbəxt idilər, çox şad idilər. Niyə görə? Çünki onlar ən böyük xeyri həyatda
həyata keçirdilər, bu dünyada həyata keçirdilər. Ona görə qəlbləri aramdır. Qəlbləri aram olduğu üçün heç bir sıxıntı, çətinlik onların o pak çöhrələrinə qəm-qüssə götürə bilmədi. Dünyadan köçəndə gülə-gülə dünyadan köçdülər. O səbəbdən də Allah rəhmət eləsin, Məhəmməd Hüseyn Şəhriyarı şəhidlər haqqında danışanda belə danışır. Şeir yazır, belə şeir yazır. Şəhid anasına ünvanlayır. Ana, oğlun şəhid oldu mübarək, şəhadətlə səid oldu mübarək. Deyir, narahat olma, əslində oğlumun şəhadətinə görə təbrik deyirəm sənə. Niyə görə? Çünki hər bir ana evladını xoşbəxt etmək istəyirdi. Sənin oğlun bu şəhadətə çatmaqla xoşbəxt oldu. Burada qəm-qüssə çəkməyə dəyməz. Elə burada sevinmək lazımdır. İnsanın ən böyük xoşbəxtliyi Allahla olan rabitəsini möhkəmləndirməkdir. Hər anının Allahla keçməsidir. Sənin də oğlun şəhid oldu, Allaha qovuşdu və gözəl şəkildə qovuşdu. Ona görə də mən səni təbrik edirəm. Allah bizə çatdırmaq istəyir ki, sizin xeyriniz sizin qəlbinizin aramlığındadır. Başqa heç nə sizi aram eləyə bilməyəcək, heç nə sizi xoşbəxt eləyə bilməyəcək. Allahdan istəyirəm, Allah bizi ən xeyrə çatan bəndələrindən qərar versin, qəlblərimizi həmişə aram eləsin.